Salam. Müəssisə resurslarının planlaşdırılması sistemi, proqram təminatının istifadə qaydalarının izahına həsr edilən növbəti dərsimizdir. Mövzumuz inzibatçılıq moduludur. İnzibatçılıq modulu müəssisə daxilində sistemin inzibati məsələlərini, məsələn, menyunun sazlanması, istifadəçilərin yaradılması və onlara hüquqların verilməsi kimi bir sıra məsələlərin yerinə yetirilməsi üçün nəzərdə tutulmuşdur. Audit məqsədi ilə sistem istifadəçi kodlarını yadda saxlayır. Modulda sistemin inzibatçısı sistem istifadəçilərini yaradır və onlara nəzarət edir. Onlar arasında hüquqları bölüşdürür. Kadr modulunda işçinin işdən çıxarılması barədə informasiya daxil edilən kimi müvafiq istifadəçinin sistemə giriş imkanı bloklanır. İnzibatçılıq modulunu işə salmaq üçün SIRP sisteminin ağacvari strukturunda inzibatçılıq bəndinin qarşısındakı müsbət işarəsini klikləmək lazımdır. Bu zaman sistemin ağacvari strukturunda inzibatçılıq modulunun menyusu açılacaqdır. Bu menyunun bəndləri inzibatçılıq modulunun tərkibinə daxil olan alt modulları yükləmək üçün nəzərdə tutulmuşdur. Bu alt modullara baş menyunun sazlanması, istifadəçilər, interfeysin sazlanması, hüquqlar və səlahiyyətlər, bildiriş modulu və xəbər alt modulları aiddir. Baş menyunun sazlanması alt modulu inzibatçılıq modulunun tərkib hissələrindən biridir. Bu alt modul SIRP sisteminin modullar menyusunun sazlanması işinə xidmət edir. Bu modul vasitəsilə menyunun düzülüşünü dəyişmək, istənilən struktura salmaq, əlavələr etmək və ya ekranda görünməsini istəmədiyiniz modulun gizlədilməsi mümkündür. Məhz baş menyunun sazlanması vasitəsilə inzibatçı istifadəçi strukturda istədiyi quruluşu yaradır. Açılan pəncərədə funksional düymələr və ağacvari struktura malik olan modullar menyusu yerləşir. Bənd funksional düyməsi menyuya yeni bəndin, yeni alt bənd, menyuya yeni alt bəndin əlavə edilməsi, düzəliş, menyunun seçilən bəndinə düzəliş edilməsi, baxış, menyunun seçilən bəndinə baxış, silmək, menyunun seçilən bəndinin silinməsi, təzələmək, menyunun təzələnməsi, səhifənin elementləri tərcümə, səhifənin elementlərinin tərcüməsi, səhifənin elementləri üzərində əməliyyatların aparılması üçün nəzərdə tutulmuşdur. Modullar menyusu iyerarxik struktura malikdir. Bu strukturun bəndləri alt bəndlərdən, alt bəndlər də öz növbəsində yeni alt bəndlərdən təşkil oluna bilər. Bu bəndlərin qarşısındakı müsbət işarəsi kliklənərsə, bu bəndin alt bəndləri açılacaqdır. Bu əməliyyatları alt bəndlər üzərində də aparmaqla, nəhayət, sistemin modullar menyusunun geniş strukturunu ala bilərik. İnzibatçılıq modulunun tərkib hissələrindən biri də istifadəçilər alt moduludur. Bu alt modul SIRP sisteminin istifadəçilərinin yaradılması və onlara dair məlumatlar üzərində əməliyyatlar aparmaq üçün nəzərdə tutulur. İstifadəçilər alt modulunun pəncərəsində sol tərəfdə müəssisənin ağacvari strukturu, sağda isə sistemin istifadəçilərinə dair məlumatlardan təşkil olunmuş cədvəl və funksional düymələr yerləşir. Yeni düyməsi yeni sistem istifadəçisini yaratmaq üçün istifadə olunur. Sazlama düyməsi vasitəsilə cədvəlin qrafalarının ekrana çıxarılması və ya əksinə gizlədilməsi əməliyyatını yerinə yetirmək olar. Bunun üçün bu düyməni sıxmaq və açılan pəncərədə rekvizitlərin qarşısına işarə qoymaq, OK düyməsini sıxmaq lazımdır. Axtarış düyməsi vasitəsilə istifadəçinin adına görə axtarış aparmaq mümkündür. Pozmaq, cədvəldə seçilmiş istifadəçini silmək üçün istifadə olunur. Aktiv etmək, cədvəldə seçilmiş istifadəçini aktiv etmək üçün nəzərdə tutulur. Deaktiv etmək, cədvəldə seçilmiş aktiv istifadəçini deaktiv etmək üçün istifadə olunur. Bundan başqa paneldə yerləşən aşağıdakı çeviriciləri seçməklə sistem istifadəçiləri üzrə axtarış aparmaq
və müvafiq məlumatları ekrana çıxarmaq olar. Online – sistemə qoşulmuş istifadəçilər. Offline – sistemdən ayrılmış istifadəçilər. Online and offline – həm sistemə qoşulmuş, həm də ayrılmış istifadəçilər. Aktiv – aktiv istifadəçilər. Deaktiv – qeyri-aktiv istifadəçilər. Aktiv və deaktiv həm aktiv, həm də qeyri-aktiv istifadəçiləri göstərir. Cədvəldə istifadəçilər barədə istifadəçinin adı, istifadəçinin aktivlik əlaməti, istifadəçinin soyadı, adı və atasının adı, quruluş, iş vaxtı, daxil olma vaxtı və istifadəçinin sistemdə hüququ kimi məlumatlar yerləşir. Cədvəlin axırıncı sütunundakı silmək düyməsi vasitəsilə cari istifadəçinin məlumatlarını silmək olar. Yeni sistem istifadəçisini yaratmaq üçün istifadəçilər pəncərəsində yeni düyməsini klikləyirik. Bu zaman yeni istifadəçinin yaradılması üçün nəzərdə tutulmuş ekran forması açılacaqdır. Ekran formasının sahələrinə məlumatları daxil edirik. Sonra saxlamaq və OK düymələrini sıxmaqla yeni istifadəçi barədə məlumatları yaddaşda saxlaya bilərik. Nəticədə yeni yaradılan istifadəçinin məlumatları sistem istifadəçiləri barədə cədvələ əlavə olunacaqdır. İnzibaçılıq modulunun tərkib hissələrindən biri də interfeysin tərcüməsi alt moduludur. Bu alt modul SIRP sisteminin proqram modullarındakı interfeysə aid olan frazaların tərcüməsi üçün istifadə olunur. Açılan pəncərədə axtar düyməsi cədvəldən interfeys frazalarının axtarışı üçün, yeni düyməsi isə yeni frazaların cədvələ əlavə olunması üçün istifadə olunur. Cədvəldə hər bir sətrin sonunda redaktə və silmək funksional düymələri uyğun olaraq interfeys elementlərinə düzəliş etmək və onları silmək üçün istifadə olunur. Cədvəlin sonuncu sətrində yerləşən düymələr vasitəsilə cədvəlin əvvəlki və sonraki istənilən sətrinə keçid imkanı təmin edilir. Həmçinin, sətirlərin sayı yazısının qarşısındakı sahədə hər səhifədəki sətirlərin sayını qeyd etmək olar. Hüquqlar və səlahiyyətlər alt modulu inzibaçılıq modulunun tərkib hissələrindən biridir. Bu alt modul sistem istifadəçilərinin hüquq və səlahiyyətləri barədə məlumatları əks etdirən cədvəllərin yaradılması üçün nəzərdə tutulmuşdur. Hüquqlar və səlahiyyətlər pəncərəsində sistem istifadəçilərinin hüquq və səlahiyyətlərinə dair cədvəl yerləşir. Cədvəldə hüquq və səlahiyyətlər və onlara dair qeydlər əks olunur. Paneldə yerləşən axtarış düyməsi cədvəldə hüquq və səlahiyyətlərin axtarışı üçün, yeni düyməsi isə yeni hüquq və səlahiyyətlərin cədvələ əlavə olunması üçün nəzərdə tutulmuşdur. Sətrin sonunda yerləşən redaktə və silmək funksional düymələri uyğun olaraq cədvəldə seçilmiş hüquq və səlahiyyətlərə düzəliş etmək və cədvəldə seçilmiş hüquq və səlahiyyətlərin silinməsi üçün nəzərdə tutulmuşdur. Yeni hüquq və səlahiyyət yaradaq. Yeni hüquq və səlahiyyətlərin yaradılması üçün əvvəlcə adı və qeyd sahəsinə məlumatları daxil edirik. Sonra istifadəçinin səlahiyyətlərini müəyyənləşdirmək üçün nəzərdə tutulmuş cədvəldə seçim edərək, layihələr, baxış, yazı, silmək və bloklama qrafalarını doldururuq. Sonra cədvəlin axırında yerləşən saxlamaq və OK düymələrini sıxırıq. Nəticədə yaradılmış yeni hüquq və səlahiyyətlər, hüquqlar və səlahiyyətlər pəncərəsindəki cədvələ əlavə olunacaqdır. İnzibaçılıq modulunun tərkib hissələrindən biri də bildiriş alt moduludur. Bu modul müəssisə daxilində fəaliyyət göstərən işçilərin e-mail ünvanlarına müxtəlif məqsədlərlə xəbərdarlıq göndərmək üçün istifadə olunur. Bildiriş modulunun pəncərəsi iki panelə bölünmüşdür. Sol paneldə müəssisənin strukturu, sağ paneldə isə müəssisədə
və ya onun seçilmiş bölməsində çalışmış və çalışmaqda olan əməkdaşlar haqqında bəzi məlumatları özündə əks etdirən cədvəl yerləşir. Cari işçilər, işdən çıxanlar, şəxsi kartlar arxivi, açıq bölmələr, bütün bölmələr funksional düymələri sistemdə bir sıra axtarış əməliyyatları aparmağa imkan verir. Göndər düyməsi cədvəldə seçilmiş əməkdaşın e-mail ünvanına müəyyən bir bildiriş məlumatını göndərmək üçün nəzərdə tutulmuşdur. Bunun üçün əvvəlcə müəssisənin strukturunda müvafiq şöbəni seçirik və bildiriş göndəriləsi şəxsin adını siyahıda işarələyirik, sonra göndər düyməsini sıxırıq. Bu zaman göndəriləcək mətnin daxil edilməsi üçün pəncərə açılacaqdır. Bu pəncərədə prioritet sahəsinə məlumat açılan siyahıdan seçilərək daxil edilir. Sonra mətn sahəsinə göndəriləcək bildirişə dair mətn daxil edilir və OK düyməsi sıxılır. Nəticədə seçilmiş şəxsə inzibatçı tərəfindən məktub göndərilmiş olacaqdır. İnzibatçılıq modulunun tərkib hissələrindən biri də xəbər alt moduludur. Bu alt modulun köməyi ilə müəssisənin təsərrüfat fəaliyyəti üçün vacib olan yeni məlumatlarla tanış olmaq mümkündür. Açılan pəncərədə yerləşən cədvəldə xəbər istinadlarının adları və onların sistemə yazılma tarixi əks olunmuşdur. Açılan pəncərədəki siyahıda yeni xəbər istinadını əlavə etmək imkanı vardır. Bunun üçün siyahının aşağısında yerləşən əlavə etmək düyməsini sıxırıq. Bu zaman yeni xəbər istinadını daxil etmək üçün nəzərdə tutulmuş aşağıdakı ekran forması açılacaqdır. Ekran formasının sahələri doldurularaq OK düyməsi sıxılır. Nəticədə daxil edilən məlumatlar xəbər istinadları barədə cədvələ əlavə olunur. Diqqətinizə görə təşəkkür edirik.